Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu son dəqiqə məlumat yayıb. Məlumatda deyilir: Xəzər dənizinin Azərbaycan hissəsində yeraltı təkanlar baş verib. Bildirilib ki, ötən gün yerli vaxtla saat 20:45-də 3,5 bal gücündə zəlzələ olub. Zəlzələnin ocağı isə 29 km dərinlikdə yerləşib. Xidmətin verdiyi digər məlumata görə isə bugün səhərə yaxın, yəni saat 05:47-də isə Xəzər dənizinin Azərbaycan hissəsində 3,6 bal gücündə növbəti zəlzələ baş verib. Zəlzələnin ocağı isə 20 km dərinlikdə yerləşib deyə məlumatda açıqlanıb. Azərbaycan Dillər Universitetinin tələbəsi həyatını itirib. Bu barədə universitet məlumat yayıb. Bildirilib ki, Ali Təhsil Müəssisəsinin Filologiya Fakültəsinin 1-ci kurs tələbəsi Hacıyeva Nərgiz İgid qızı faciəvi şəkildə vəfat edib. Onun ölümünün təfərrüatı barədə isə məlumat verilməyib.